Salam, hörmətli izləyicilər və adəti qurumlar. Nəzərə çatdırım ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bizə bu günlərim Göyçayın Kürçaban kəndindən müharibə veteranı İbrahimov Rəşad Elburusoğlu müraciət etmişdir. Müraciətin əsası ondan ibarətdir ki, o deməli qeyd edir ki, onun həyətindən 90-cı ildə işıq xətti keçmişdir. Yəni keçilmişlər, daha doğrusu transformator qoyulanda kəndə və onun həyətindən keçmişdir həmin 10 millik xətt. 10 millik xəttin aşağısında da ki, böyük bir qaralıq yerləşir, çox böyük bir təhlükədir. Vətəndaş qeyd edir ki, dəfələrlə bu barədə müraciət etmişəm, amma həmin 10 millik xətt mənim həyətimdən çıxarılmayıbdır. Ona görə də bizə baxış keçirdik. İndi mən həmin yeri çəkib təqdim edirəm və vətəndaşın da özünə müraciət edəcək inşallah. Bəli, mən indi vətəndaşı təqdim edirəm. Özü təqdim edin. İbrahimov Rəşad Elburusoğlu, Göyçay Şiravan kənd sakini. Siz çəkişə icazə verirsinizmi? Bəli, bəli. Yəni müraciətinizi istəyirsiniz ki, ictimailəşdirək. Bəli, bəli. Mən istəyirəm ki, ictimailəşdirəsiniz. Bəli, sizin problem nədən ibarətdir? Bizdə problem müəllim, bu 10 minlik işıq xəttidir. Yəni bu 93-cü illərdə biz balaca uşaq idik. Yəni bunu gətirdilər, qoydular bura. Biz yəni o vaxtda da yəni biraz avamçılıq devri olub da. İndi böyüklər dedi ki, bunu bura qoymayın da, bu təhlükə mənbəyidir, olmaz. Nəsə o vaxt öz başınalıq oldu, onu yerləşdirdilər bura. Yəni bununla da dəfələrlə mən yəni dövlət qurumlarına yəni müraciət eləmişəm. Yəni dəfələrlə ki, bunu yəni bu həyətimizdən bizim çıxartsın da, altından da belə bir qarığılıq yəni var yəni. Yəni bunu mən özüm qoymamışam bu qarığını bura. Bu yerdən bitən yabanı bitkidir yəni bu qarığı. Ki bu elə çəpər deyil ki, çəkəm mən bunu düz xəttlə bura ki, qoyam bunu bura. Yəni Göyçay rayonunda neçə dəfə işıq idarəsi müdirləri dəyişilib. Yəni dəfələrlə hamısına müraciət eləmişəm ki, xahiş eləmişəm. Yəni onu bir dənə buradan götürün, yerini dəyişin yəni. O qırağa yəni qoymağa imkan var. Bu kanalın belinə onu qoymağa imkanları var da, yəni onun gücləri də çatır. Və siz qeyd edirsiniz ki, burada külək əsəndə qığılcım yaranır. Bəli, bəli. Yağış yağanda, yəni o nəmişlik olanda onun başında başlayır oradan çıtaq atmağa. Bəli, yəni bu qarğılıq da doğrudan da biz baxırıq ki, burada təhlükə var. Yəni hər an yanğın təhlükəsi ola bilər. Çünki bu qarğı hündürləşibdir. Bu çox kütləvi şəkildə qarğı burada yetişibdir. Yəni bunu təmizləmək də çox çətin məsələdir. Ona görə də biz də yerə baxış keçirərkən doğrudan da vətəndaşın müraciətini haqlı olaraq gördük. Çünki biz haqsız işləri qəbul etmirik, ya işlariyyətləşdirmirik. Çünki hər bir iş qanun çərçivəsində görülməlidir. Cənab Prezidentimiz İlham Əliyevin daima göstərişləri budur ki, yerlərdə məmurlar xalqa xidmət göstərməlidir və qanuni işdən, yəni hər bir vətəndaşın yanında olmalıdır qanunla. Ona görə də biz də buradan Azər İşığa müraciət edirik, xahiş edirik ki, bu məsələdə bax bizim bu veteran qardaşımıza vətən üçün döyüşübdür, yəni can qoyubdur. Biz demirik ki, veteranlar nədəsə istifadə edir, xeyr, biz ona da qarşıyıq. Hər kəs qanun çərçivəsində hərəkət etməlidir, yaşamalıdır. Dövlətimiz də bugün veteranlara yaxşı baxır, onlara qayğı göstərir. Cənab Prezidentin daim göstərişləri budur. Biz də haqlı olaraq doğrudan da veteran qardaşımıza bəraət qazandırırıq ki, bəli, düz deyir ki, bax burada biz də baxdıq ki, təhlükə var. Daima bax görürsünüzmü ki, bu 10 millik xəttdir. Mən bunu çəkirəm, yaxınlaşdırıram biraz. Daima burada təhlükənin olması mövcuddur. Çünki iki dirək var burada. İndi o tərəfdən mən çəkə bilmədim. Mən buradan çəkirəm ki, həm burada kabel keçir. Yəni bu da yanğın olsa burada çətinlik yaradır. Bu qarğılıq da çox böyük bir qarğılıq burada massivi var. Bunu təmizləmək çox çətin bir məsələdir. Çox çətin məsələdir. Gördüyünüz kimi adəti qurumlar bax, belə bir təhlükə var burada. Belə bir təhlükə var. Bu 10 millik xətt düşünürəm ki, bunu biraz bura qırağa çıxarsalar bu tərəfə, yəni burada təhlükə soğuşar, düz xətt gələr. Yəni həyətdən keçmək düz gələr xətt. Gördüyünüz kimi imkan da var buna və düz xəttlər keçib, yəni bax bu xəttə birləşdirilə bilər. Düşünürəm ki, inşallah adəti qurumlar bu məsələ ilə qədər bizim veteran qardaşımıza kömək edəcəklər. Veteran qardaşımızın işi həllini tapacaq. Biz də gəlib burada çəkiliş edib öz təşəkkürümüzü həmin adəti qurumlara bildirəcəyik. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab Prezidenti İlham Əliyev. Diqqət olsun, təşəkkürümü bildirirəm.